Hamıya salam değerli izləyicilər, xoş gördük hər-birinizi. Bu video vasitəsilə mən sizlərə Zara İspaniyadan sifariş verdiyimiz məhsulu Smart Customs'da necə bəyan edə bilərik, həmçinin Expargo tətbiqində necə faktura əlavə edə bilərik, bunlar haqqında danışacağam. İnanıram ki, hər biriniz üçün maraqlı və faydalı bir video olacaqdır. Aşağıdan hələ də kanalıma abunə deyilsinizsə, bir saniyənizi ayırıb kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqda məlumat olmayan dostlarınızla videonun linkini aşağıdan kopyalayıb onlarla da bölüşməyi unutmayın. İndi isə heç vaxt itirmədən keçək videoya. Deməli, dəyərli izləyicilər, Zara İspaniyadan sifariş verdiyimiz məhsul bizim Expargo'nun İspaniyadakı xarici anbarına daxil olmuşdur və bununla bağlı mənə SMS gəldi. SMS-də qeyd olunub ki, sizin filan nömrəli bağlamanız İspaniya anbarındadır, faktura yükləyib Smart Customs'da bəyan edin. Və daha sonra biz nə edəcəyik? Mən sizə onu göstərim. İlk öncə biz daxil olacağıq Expargo tətbiqinə. Expargo tətbiqinə daxil olduqdan sonra burada bağlamalar bölməsinə gəlirik və həqiqətən də burada bizim bağlamamızın düşüb-düşmədiyini yoxlayırıq. Və gördüyünüz kimi faktura gözlənilir, ödəniş gözlənilir statusundadır. Bizim həmin bu UTD sonu 623 ilə bitən bağlamamız. Burada bağlamamızın fiziki çəkisi 1 kiloqram gəlibdir. Nəzərinizə çatdırım ki, aşağıda bağlamanın görüntüsü mövcuddur. Burada göstər deyib bağlamamızın şəklinə baxa bilərik. Gördüyünüz kimi və bağlamamızın şəkli də burada qeyd olunub. Daha sonra mən qayıdıram Expargo'ya və burada mövcud təyinat nöqtəsi Mehtəbat. Ondan sonra istəsək biz bunu dəyişə də bilərik, düzəliş et deyib. Bizə lazım olan odur ki, burada biz faktura əlavə edək. Faktura isə ödənişimizin təsdiqini göstərən bir sənəddir. Onu əldə etmək üçün biz nə etməliyik? Orada siz mailinizi yazanda həmin o qeyd etdiyiniz mailinizə sizin faktura göndərilir və mən indi daxil olacağım Gmail-ə. Gmail-ə daxil olduqdan sonra gördüyünüz kimi burada ən birinci Expargo'dan mənə SMS gəlib və bu SMS-də bəyanla bağlı və s. kimi məlumatlar qeyd olunub. Bu bildirişdir, bu heç. Mən indi daxil olacağım həmin o Zara'dan sifarişimizin ödənişi fakturası harda qeyd olunubsa onu tapmağa. Aha, gördüyünüz kimi ayın 11-də biz ödəniş etmişik və bizim Zara'dan deməli ayın 11-də mənə sadəcə bağlamanın harda olmasından bağlı SMS gəlibdir, yəni bildiriş gəlib. Ən aşağıda ayın hardasa 8-i olmalı idi, səhv etmirəmsə. Bir dəqiqə, yox, 7-si. 7-si olmalı idi, səhv etmirəmsə. Bir dəqiqə, yenə də aşağılarda baxaq görək Zara ilə bağlı bizim hansı bir bildirişimiz var. Elə bu olacaq böyük ehtimal. Sifarişi görüntülə Google. Aha, gördüyünüz kimi tapdım. Deməli dostlar, sifariş edəndə sizə Gmailinizə SMS gəlir və həmin SMS də budur. Bu SMS-dir. Gmaildən bu SMS-ə daxil olub sifarişi görüntüləyin deyirsiniz və burada Google-dan davam edirsiniz. Açılan səhifədə ən aşağıya düşürsünüz və burada ödənişimizin təsdiqi ilə bağlı bir belə deyək bölmə var ən aşağıda. Burada yazıb bir item, yəni bir ədəd 19.99 avro ödəniş olub, shippinginə isə 3.95 avro ödəniş etmişik, totalımız isə 23.94 avrodur. Bunu bir dəfə biz SS alırıq. SS aldıqdan sonra qayıdırıq Expargo'nun tətbiqinə. Daxil olduqdan sonra əlavə öt bölməsinə daxil oluruq. Daha sonra biz faktura bölməsində invoice dəyərimiz nə qədərdirsə onu qeyd eləyəcəyik. Məhsulumuzun invoice dəyəri ümumi total olanı yazacağıq. 23.94. Göndərici mağaza bölməsinə Zara yazırıq. Kateqoriyaya isə ayaqqabı qeyd edəcəyik. Ayaqqabı qeyd etdikdən sonra burada faktura əlavə etdiyirik. Ən aşağıda əlavə artır bölməsi var. Daha sonra isə şəkil seçəcəyik qaleriyadan. Şəkil seçib davam etdikdən sonra aşağıda təsdiqlə bölməsinə bir dəfə klik edirik və daha sonra gözləyirik. Gördüyünüz kimi bağlamamızın fakturası da əlavə edildi. Daha sonra bizim edəcəyimiz şey
Smart Customs-a daxil olub bəyan etməkdir. Smart Customs-a daxil ola bilmirsinizsə əgər, yuxarıda kartlarda çıxan həmin o videomuzu izləyib Smart Customs-a daxil ola bilərsiniz. Daxil olduqdan sonra isə yenidən davam edib bu videonu izləyə bilərsiniz. Mən indi Smart Customs-a daxil oluram. Elektron ticarət, bəyan edilməmişlər bölməsinə gəlirəm. Burada bir dəfə bəyan et bölməsinə klik edəcəm və orada şəxsi məlumatlarım düşməsin deyə həmin bölməni keçəcəm, yəni növbəti səhifədən davam edəcəm. Burada məlumatlarımız qeyd olunub, gördüyünüz kimi. İrəli deyirəm, əlavə et deyirəm. Malın daxil olduğu əsas qrup yerinə ayaqqabı yazıram. Daha sonra burada digər seçirəm. Məhsulumuzun ümumi invoice dəyəri 23,94 avro idi. Valyuta yerinə isə bir dəqiqə, valyuta yerinə isə burada bizdə ABŞ dolları idi yoxsa avro idi. Burada avro seçirik. Avro seçdikdən sonra aşağıda miqdar yerinə dəymirik. Daşınma pulumuz burada 9,99 USD qeyd olunub. İrəli deyirəm və aşağıda qaloçka var, yəni təsdiqləmə işarəsi quş. Buna bir dəfə klik edib təsdiqlə deyirəm və tamamla deyirəm. Bu qədər, artıq bizim Smart Customs bəyannaməmiz də yekunlaşdı və artıq gözləyəcəyik məhsulumuz gəlsin. Məhsulumuzun bundan sonra izləmə prosesi isə Expargoya daxil olduqdan sonra Expargodan çıxaq. Expargoya daxil olduqdan sonra burada ortada bağlamalar bölməsinə daxil oluruq. Daha sonra gözləyirik. Ləğv et. İçinə daxil olduqdan sonra bağlamamızın və burada hərəkətlər bölməsi var, hansı ki, hərəkətlər bölməsindən məhsulumuzun harda olmasını izləyə bilərik. Məhsulumuz çatdırıldıqdan sonra bizə adi SMS və e-mail vasitəsilə bildiriş göndəriləcək ki, sizin məhsulunuz təhvil məntəqəsindədir, yaxınlaşıb təhvil ala bilərsiniz. Nəzərinizə çatdırım ki, ödənişi siz həm onlayn qaydada burada ödəniş etdiyib balansınızı artırıb, baxın. Burada kart nömrəmizi və son bitmə tarixi, həmçinin CVV kodunu daxil edib balansımızı artırıb da ödəniş edə bilərik və yaxud da ki, məhsulumuzun gəlməyini gözləyib filialdan da ödəniş eləyə bilərik. Və nəzərinizə çatdırım ki, ödənişi biz dollarla etməliyik. Baxın, 9,99 dollar qeyd olunub. Və bir daha qeyd edirəm, əgər ödənişimizi etmək istəyiriksə, burada bir dəfə ödəniş deyirik, balansı artır deyirik və kart nömrəmizi daxil edib təsdiqlə vurduqdan sonra balansımız artır və ödənişimizi edib təsdiqləyirik. Bu qədər. Yəni, gedib məhsulu təhvil alanda heç bir ödənişə ehtiyac qalmayacaqdır. Avtobəyan xidməti də mövcuddur. Nəzərinizə çatdırım ki, burada Expargonun özündən avtobəyan sistemini qoşub, yəni Smart Customs hesabınızı Expargoya bağlayıb avtobəyan xidmətindən də yararlana bilərsiniz. Amma mən ehtiyac duymuram, çox zaman özüm bəyan etməyi daha üstün tuturam. Bu qədər. İnanıram ki, qaranlıq qalan bir məqam qalmadı. Son olaraq bir məlumat da nəzərinizə çatdırım ki, Zara'dan sifariş verdiyimiz zaman Expargonun anbarına daxil olma müddəti məndə 5 gün çəkdi. Deyə bilərsiniz ki, İspaniyadan Azərbaycana neçə günə gələcək? Hardasa bir həftədə belə gözləsək, ümumilikdə çatdırılma müddəti 10-12 gün nəzərimizdə tutmalıyıq. Ümumi çatdırılma müddəti. Bu qədər. Və dəyərli izləyicilər, daha bir videonun sonuna gəldik. Çatdıq. İnanıram ki, hər biriniz üçün faydalı bir video olmuşdur. Aşağıdan hələ də kanalıma abunə deyilsinizsə, bir saniyənizi ayırıb kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqda məlumat olmayan dostlarınızla videonun linkini aşağıdan kopyalayıb onlarla da bölüşməyi unutmayın. Gələcək videolarda görüşənədək hələlik.